Maqnit sahəsi tərəfindən cəryanlı naqilə təsir edən qüvvə amper qüvvəsi adlanır. Bax, bu naqildir və naqildən axan cəryan şiddəti deyək ki, sağa doğru cəryan axır və maqnit induksiya vektoru da bu naqil ilə müəyyən bir bucaq əmələ gətirir. Bu da olsun B vektoru. Bu bucağın adı da olsun nə? Alfa. Maqnit sahəsinin təsirinə məruz qalan hissəni də biz L ilə işarə edəsək, onda amper qüvvəsi bu üstünə hesablanacaq. I, B, L, sinus nə? Alfa. Bunu belə yadda saxlaya bilərsiniz. I bilsin A, ya da ki bilsin alfa. Və belə şəkildə yadda saxlaya bilərsiniz. Bu düstura əsasən deyə bilərsinizmi nə zaman amper qüvvəsi maksimum olar? Sinus 90 dərəcə. Yəni alfa bucağı 90 dərəcə olarsa, biz bilirik ki, sinus 90 dərəcədə neçə alır? 1 alır. Onda F amper bərabər olacaqdır. Deyin. I, B, nə? Bu maksimal amper qüvvəsi nəyi oldu? Düsturdur. Bu düstura əsasən amper qüvvəsi I-dən, L-dən, həm də B-dən necə asılıdır? Düz asılıdır. Bəs nə zaman amper qüvvəsi 0 olar? 220. 0-180 dərəcə. Alfa ya 0 dərəcə olsun, ya da necə? 180 dərəcə olarsa, onda sinus bu qiymətlərdə nə alır? 0. Sinus həmən bu qiymətlərdə 0 aldığına görə, 0'ı da bu ifadədə nəyə vursaq, 0 eləyərək, onda amper qüvvəsi olacaq nə? 0. Yəni bunu sözlə nə deyəcək? Turan. Deyəcək ki, naqil induksiya xəttlərinə paralel yönələrsə. Nətər? Naqil B vektoruna nə olarsa paralel yönələrsə. Paralel sözünü yadda saxlayın. Paralel sözü görsəniz, amper qüvvəsi sizi şirinlikləşdirmək üçün I-ni verəcək, B-ni verəcək, L-i verəcək. Amma cavab nə olacaq? 0. Nə fikir verməlisiniz? Siz paralel sözünə fikir verməlisiniz. Yəni, əgər naqil induksiya xəttlərinə paralel yönələrsə, amper qüvvəsi nə olacaq? 0. İndi bunun şəklini çəkmək istəyirəm sizə. Baxın, bu yenə həmin naqildir. Bunlar isə B vektorudur. Bunlar isə B vektorudur. Bir də naqildən keçən cəryanın istiqamətini göstərək bu formada. İndi baxın, neçə dərəcədir bunlar bucaq? Bax, bu B vektorudur. Hal-hazırda alfa bucağı neçə dərəcədir? 0. Ona görə də amper qüvvəsi nə eləmir? Təsir etmir. Aydın oldu mu? Sonra eyni şəkil çəkib B vektorunu nə etmək olar? Sağa və ya sola da fırlatmaq olar. Ya da ki, cəryanı, bax, buradakı cəryanı, yəni bu forma sola da hərəkət etsə, yenə amper qüvvəsi nədir? 0. Bir də belə ola bilər şahidlər, yaxşı yadıma düşdü, güvənin quizində o sual olacaq. Demək ki, bu hər tərəf x-dir, yəni B vektoru bizdən hara doğrudur? Şəkil müstəvisinə doğrudur. Bizdən şəkil müstəvisinə doğrudur və cəryan da x-dir, yəni buraya yazılır ki, i. Bu o deməkdir ki, baxın, B vektoru da bizdən gedir, cəryan şiddət, cəryan da bizdən gedir. Bir var belə göstərmək, göstərmək olur, amma belə göstərmək onu şərti işarə ilə göstərilir axı. Ona görə bu formada olduğu zaman amper qüvvəsinin qiyməti nə olacaq? 0 olacaq. Birində bir fərqli formada deyil. Tutaq ki, yenə induksiya vektoru əlirizdə nə olsun? Bizdən şəklin müstəvisinə doğru olsun. Bu dəfə cəryanı fərqli göstərək. İndi bu dəfə cəryan bizə doğru gəlir. Bizə doğru gəlir, ona görə bax, bizə doğru gəlirsə, bax, cəryan gəlir, B vektorsa gedir. Yenə bunlar paraleldir. Yenə bunlar ki, bucaq 180 dərəcədir, düzdür. Onda sinus 180-də 0 alır. Onda bu cür şəkillər görsəniz, amper qüvvəsi nəyə bərabərdir? 0-a bərabərdir. Perpendikulyar olarsa, bunu xəttinə dəyməyək də, perpendikulyar da aidlərinə çəkək. Şəkil çəkək. Bir dənə sadə bir şəkil çəkək. Bu naqildir, düzdür. Bu da B vektorudur. Gördüyünüz kimi naqil B vektoruna nədir? Perpendikulyardır. Cəryan yuxarıda gedə bilər, fərq eləməz. Aşağıda gedər, fərq eləməz. Belə olan təqdirdə amper qüvvəsi nədir? Amper qüvvəsi maksimumdur. Bunu maksimalın yerinə, buralara neynəmək olar? Yazmaq olar. İndi bununla bağlı 2021-ci ildə
Flash-kart taxmışam görürsən. 2021-ci ildə qəbulda bir sual düşürdü. O sualı mütləq sənə etmək istəyirəm. Göstərmək istəyirəm. Harada bunlar? Qəbul sualları. 2021 İkinci cəhd imtahanı idi. Birinci də onu xatırlaya bilmirəm. İhtimala qarşı oxusun açaq. Değil istiyorlar. Olsa bir Bunda deyil, o birisində. Bax bu sual. 81-ci suala baxın zəhmət olmasa. Eyni biz dediklərimizdir, düzdürmü? Nə deyir burada? 81-ci sualda. Deyir, hansı halda amper qüvvəsi nədir? Sıfıra bərabər. Sıfıra bərabər olması nə olması lazımdır? Naqil induksiya xəttlərinə paraleldir. Gəlin bir variantları araşdıraq. Burada neçə nəzərdir? 90, burada maksimumdur. Bu A bəndi getdi. Burada müəyyən bucaqlandır. Nətər tapılır? İB, sinus adı. Burada 90 xəbəriniz var. Bizə gəlir, bir sağa sola gedir. Daha B vektoru bizə gəlir. A, sağ ol. Cəryan isə sola doğru. Baxın, bu bucaq. Baxın, istərsə 90. Bu da getdi, maksimumdur. Burada da həmin dediyim söhbət. Yəni cəryan gedir, B vektoru isə bizdən şəklə doğru gedir. Bax, bu halda belə. Yenə də 90 maksimumdur. Burada cavab olacaq nə? B var. Aydındır. Demək, qaydalar bilmək lazımdır ki, amper qüvvəsinin maksimum, minimum olduğunu eləyə bilər, tapa bilər. İndi amper qüvvəsi sol əl qaydası ilə tapılır. Nətər? Sol əl. Sol əl ilə tuturuz ki, ta ki bu B vektoru olsun, bunu yaddan çıxartmayın. B induksiya vektoru ovucumuzun içinə daxil olsun. Açılmış 4 barmaq cəryan istiqamətində, 90 dərəcə açılmış baş barmaq isə amperin istiqamətini verir. Əgər B vektoru bizdən şəklə doğru gəlirsə, əlimizin içini görməliyik. Şəkildən bizə doğru gəlirsə, əlimizin üstünü görməliyik. Belə bu formada. İndi nümunələrlə bunu nə edək? İzah edək. Baxın, ta ki, cəryan şiddəti yazırsa, sağa doğru gedir. Cəryan şiddəti deməyək, cəryan deyək ki, sağa doğru nə edir? Gedir. Hər tərəfsə nədir? X-dir. İndi siz mənə deyə bilərsiniz, axı biz belə tutsaq X-at deyil. Yox, siz ona qarışmırsınız. Bu X-i özü verəcək. Yəni, özü verir ki, məsələnin şərtində B vektoru hara gedir? Bizdən şəklə doğru. Baxın, 4 barmaq hansı tərəfə? Cəryan istiqamət. X əlimizin içinə daxil olur, qoymuyor. Elə ki, sərt qoyuruq da ki, B daxil olur, lövhəyə dəyməsin elə bir ki. Bu formada baş barmaq nəyi bildirir? Amper qüvvəsinin istiqamətini bildirir. İndi hal-hazırda amper qüvvəsi istiqamət haradır şagirdlər? Yuxarıya doğrudur. Aydın oldu. İndi hər tərəf nöqtə olsun. Cəryan yenə sağa doğru geçsin. Hər tərəf bu dəfə nədir? Nöqtədir. Nöqtədir. Bu o deməlidir ki, B vektoru bizə doğru gəlir. Biz əlimizin içini qoymamalıyıq ki, B-yə qarşı gəlsin. Aydındır. Qoymayaq ki, B gəlsin. Əlimizi bu formada tutacağıq. Hal-hazırda 4 barmaq. Cəryan istiqamətdə, baş barmaq aşağı. B-nin işi olmadı, deyil mi? Bəli, olacaq nə? Amper qüvvəsi aşağı. İndi bu məsələlərdə B vektorunu özü veribdir bizə. Bəzən elə hal olacaq ki, B vektoru neynəməyəcək, verməyəcək. İndi burada aşağı yuxarı deyə bilirik. Bəzən elə hallar ola bilər ki, B vektoru bizdən şəklə, üzr istəyirəm, amper qüvvəsi bizdən şəklə və ya şəkildən bizə doğru neynəyə bilər, gələ bilər. Bir dənə örnək göstərirəm, baxın. Ta ki, maqnitin bura N qütbüdür, bura isə nədir? Əlirza S qütbüdür. Cəryanı da verir ki, bu formada. Cəryan da yuxarı gedir. Bu sual topluluqda var. İlk işimiz B vektorunun istiqamətini tapmaq. B bilirik ki, N'dən çıxıraraq S-ə doğru gedir. B-ni yazdıq. İndi tərifi yadınıza salırıq. Nədərdir tərif? Sol əl elə tutulmalıdır ki, B vektoru ovucumuzun içinə neynəsin? Daxil olsun. Baxın, əlimi nəsə tutum ki, B vektoru ovucumuzun içinə daxil. Bu formada tutmalıyım, baxın. Bir də baxın, bu formada. B daxil olur mu ovucun içinə, baxın. 4 barmaq nəyi göstərməlidir? Cəryanın istiqamətini. Baş barmaq nəyi göstərir? Amper. Baxın, bizdən gedir. Baş barmaq bizdən hara doğru gedir? Şəkil müstəvisinə doğru. Deməli, hal-hazırda burada işarə olacaq. Sözlə deyəcək. Hara doğru? F amper
Harada bizdən şəkil müstəvisinə doğru. Yəni nə olacaq bunun işarəsi? X olacaq. Bəzən də ola bilər ki, şəkil müstəvisindən bizə doğru olsun. Gəlin bunun şəklini. Hə? Baxa görək. Bax bu N-dir. Bura olsun nə? S. Bu dəfə cəryan hara doğrudur? Aşağı doğrudur. V vektoru yenə haradır? N-dən isə bu cəryan istiqaməti. İndi əlimiz nə tərəf durur? Bu formada durur. Baxın, B vektoru ovucumuz içine daxil olurmu? Olur. 4 parmaq cəryanı göstərirmi? Göstərir. Baş parmaq şəkildən sizə doğru. Aydın oldu. Bax bu formada. Bunlar deyirlər amper qüvvəsinin nəyi? İstiqaməti. Bəli, birinci və təkrar edirəm. Birinci bu formada. İkinci də bu formada. Bildiniz. Burada nə olacaq şagirdlər? F amper şəkildən şəkil müstəvisindən bizə doğru. Amper qüvvəsinin işi ilə bağlı danışmaq istəyirəm. Amper qüvvəsinin işi. İş ümumiyyətlə nədir şagirdlər? İş ümumiyyətlə F-dir, doğru? A bərabərdir. F vurulsun nə? S. İndi biz bura nə yazacağıq? F amper qüvvəsi. Amperdə üsul olacaq I, B, E vurulsun nə? S. Bu oldu iblis. Toplumda 2 ədəd buna aid nə var? Sual var. Aydın oldu. Amper qüvvəsi haqqında dediyimiz bu qədər.